Temu'dan yeni siparişim gəlib. Birlikdə açaq. Aha, bu yuxu üçün maskadır. Biraz başqa cürə təsəvvür edirdim. Yaxşıdır. Qara aldım çünki əslində yuxuya ehtiyacım var. Bəzən elə olur ki, bəzən yox, mən hər gün eyni vaxtda tez oyanıram və выходной-da istəyirəm ki, biraz yatım. Amma eyni saatda, saat 7-də, 6-da oyanıram və yenidən yatmaq üçün əlbəttə işıq gözümü deşir. Normal yata bilmirəm və bu maskanı sırf ona görə sifariş eləmişdim. Bundan qabaq heç ehtiyac da yox idi əslində. Qiyməti 2.50 idi, nəsə belə bir şey. Bilmirəm nədir. Yenə deyim ki, bu bağlamada sırf mənim sifarişlərim deyil. Podruqam da yenə nəsə atıb içinə. Tak, bu nədir? Lipstick, okey. Necə açım bunu? Sorry, amma korobka getdi. Selofan açılmaq istəmir. Uzun dırnağın fəsadları. Minusları. Lütfen. Tak. Ay, nə gözəldir minnoş. Deməli, mən Temu'dan pomadalar sifariş eləmişdim əslində. Niyə açılmasın ki? Aha. Pomadalar sifariş eləmişdim. O qədər yaxşı gəlmişdilər ki, ümumiyyətlə pomadadır, balzamdır Temu'dan. Pomada yox, düzdür pomada idi, amma balzam kimi də. Və onların hətta tərkibini Google'da baxdım. Tərkibi də çox yaxşı idi deyə qərara gəldim ki, hələ ki, amma rəng də verir biraz. Bilməm, görsənmir. Rəng də biraz verir. Roz və bunun tərkibini hələ ki bilmirəm, internetdə baxacağam, yaxşıdır ya yox, amma bundan qabaqki aldığım pomadaların tərkibi yaxşı idi və hətta bizdə satılan balzamlar elə bil ki, dodaqları o qədər də qulluq eləmir də, o qədər də nəmləndirmir, qidalandırmır. Amma Temu'dan sifariş elədiyim balzamlardır, pomadalardır, onlar çox yaxşı qidalandırır. Elə bil ki, nəmləndirir. Yəni ki, tərkibi də yaxşıdır. Əslində mən oradan ehtiyat edirdim pomada, ümumiyyətlə kosmetika almaq. Çünki baxmada Çindir, Kitaydır, oradan bilmirsən tərkibində nə var, bəlkə hansısa kimikatı var, allergiya verə bilər. Amma ki, tərkibini Google'da yoxladım. Yaxşıdır, yəni normal tərkibi okeydir. Bu mənim deyil, bunu ucu görürəm. Amma ki, yenə də açacağım. Açıb. Tak, bunu necə açmaq lazımdır? Deyəcəksiniz ki, bu nədir? Bu bilirsiniz nədir? Dərman qabı. Yəni podruqamın da 50 yaşı yoxdur əslində. Heç 30 da yoxdur bildiyimə görə. Amma ki, belə şeylər sifariş eləyir. Dərman üçün qab. Dərman üçün qabı nə edirsən? Düzdür, şirindir minnoşdur, amma ki o yaşda deyilsən də bu dəqiqə dərman qabı sifariş eləməyə vaxtın deyil hələ ki. Amma vitamin üçün falan, nə bilim, mən xoşuma gəlmədi elə biraz. Başqa cürə təsəvvür edirdim. Vitamin üçün okeydir, amma dərman üçün inşallah heç kimə qismət olmasın. Bu getdi podruqama. Bağlamada ən böyük olan, həm də açıq olan budur. Balnik.
Keçən dəfə sifariş eləmişdim onu keçən bağlamada, amma ki onun rəngi bundan biraz fərqlənirdi. Amma bu tam olaraq sifariş verdiyim rəngdir, göy rəng, qəşəng rəngdir. Amma ondan qabaqki elə bir solğun göy rəngdə idi. Özdəki elə bil ki mənə işdə dedilər, bir qız var, o həmişə Temudan sifariş eləyir. Ondan məsləhət aldım ki, səncə S alım, M alım? Dedi ki, S al, o S yaxşıdır falan, amma ki balaca oldu. Mən onu elə bil ki məcbur olub qaytardım. Həmin o kupanikın M razmerindən sifariş elədim. Hələ ki bilmirəm necədir, amma ki geyinib baxacağam. Yəqin ki daha M də olar da. Bu getdi o tarafa. Nədir? With love for you, ваш друг. Ne güzel. Ne geçerli. Teşekkürler. Tamam, böyle bir открытка gönderip. With love for you, ваш друг. Görən bu nə ştrix koddur. İnşallah ki mənim karton kodu değil. Okey. Bu çıxdı bunu. Bu əslində plastir kimi görsənir. Amma ki elə plastirın özü də demək olar ki bu üz üçün teypdir. Deməli qırışları açır. Amma ki onu düzgün istifadə eləsəniz super effekt ala bilərsiniz. Burada Bakıda axtardım, tapa bilmədim. Apteklərdə falan soruşdum. Və dedilər ki, güya ki biraz keyfiyyətsiz olsa, gecə nə bilim ajok verə bilər, allergiya verə bilər. Sınayacağım bu gecə, baxacağım necə olacaq. Və əslində tanışlarım falan sifariş eləyib, bundan istifadə edib, deyib ki, nəticə superdir, nəticə çox yaxşıdır. Amma həmişə istifadə eləmək lazımdır. Ona görə bilənsin sifariş eləmişəm. Əvvəlcə bir baxım nə var nə yox. Ondan sonra effekti yaxşı olsa bir neçə dənə sifariş eləyərəm. Əslində üzdə olan qırış, amma ki göz ətrafı deyəsən bildiyimə görə yapışdırmaq olmaz bunları. Hələ ki deyilənə görə heç gecə də saxlamaq lazım deyil, amma bir neçə saat üzdə qalmalıdır ki effekt göstərsin. Amma gecə də olmasa nə vaxt onu yapışdıraq ki? Ancaq gecə eləyə bilərim. Aha. Bunu da padruqam sifariş edib. Açmayacağım, amma bu elə bir ki oyuncaqdır. Tipo kubik rubik. Bunu belə, amma çox balaca uşaqlar üçün də, yəni biləsiniz. Yığmaq lazımdır bunu. Fərqli heyvanlardır, bunları bir yığmaq lazımdır. Maraqlı bir şeydir. Balaca uşaqlar üçün də məncə yaxşı bir şeydir. Yadıma gəlmir neçəyə idi. Təxmini 6 manat civarlarındaydı bildiyimə görə. Amma faydalı bir oyuncaqdır ən azından. Başqa nə var? Mesela balaca bir şey gəlir. Qoymuşam üstəyə də pomada. Bu balzamdır dodaq üçün. İndi mən bunu sifariş eləyəndə elə bir ki səbətə atanda bunun qiyməti təxmini 2.60, 2.50, 2.40. Neyse 2-3 manat civarlarındaydı və artıq mən onu sifariş eləyəndə bağlamanı bir də gördüm ki bunun qiyməti mənə düşüb 1 qəpiyə. Yəni mən sifariş elədiyim ərəfədə bunun qiyməti 1 qəpiyə idi. Əslində şok oldum. Mən bunu 2-3 manata atmışdım səbətə. Niyə belə 1 qəpikdən çıxdı? Həmin o vaxtda elə bil ki kampaniya olmuşdu, nə olmuşdu bilmirəm, amma bu da dodaq üçün balzamdır. Burada bilmirəm tərkibi var, yox. Bəli, tərkibi burada var. Əslində elə Google-a vurmadan da görmək olur ki, tərkibi çox yaxşıdır. O birisinin taraflasını hara atdım. Görən burada da tərkib var. Burada tərkib görmürəm, görürsünüzsə deyin.
Amma nə də olsa sifariş elədiyim mağazada tərkibi 100% yazılmalıdır Çin dilində olmasın. Amma əslində bunu elə bil ki, şəklini çəkib Google şəkillə də belə translate eləmək olur da Çin dilindən. Baxmaq olur tərkibində nə var. Bunlar eynidir ki elə. Eyni şey sifariş eləmişəm burada. Bu qədərdir. O birisini hara qoydum bir dənə baxım. Çox balacadılar ya. Balaca yox, çox nazikdilər. Tez qutaracaq. Görün burada nə qədərdir. Elə deyəsən bu qədər, çünki daha açılmır. Baxın. Halbuki bunu daha bahalı almışdım. Bu daha sərfəlidir. Aha, olan elə budur. Bunun sıfır qabına görə qab qəşəng idi. Bundakı tərkibinə görə. Bir də qiyməti 1 qəpik. Baxın. Yox, bu rəng vermir. Rəng yoxdur. 1 qəpik üçün məncə superdir. Amma elə ki dodaqda yoxlamamışam, yoxlamaq lazımdır. Bu deyəsən sonuncudur. Baxın, içində heç nə qalmır. Mənimdir deyə belə sıram qovruram. Mən deyəsən burada da tərkibi yazılmalıdır, hə? Yox, burada yazılmır. Necə açılır? En azından bu rahat açıldı. Bu bilirsiniz nədir? Bir göstereceğim. Necə istifadə eləmək lazımdır? Yaxşıcana çalxalayın deyir. Okey. Yaxşıcana çalxaladıq. Bismillah idi. Və heç nə dəyişmədi. Güya ki bu zər verməli idi. Zəri görürsünüz burada. O da çox xırdadır. Şəkildə elə görsənmir əslində. Bu nə qədər vurmalısan ki, burada görsənir zər. Spuşkanı qoşsam, yenə də o qədər də parıltılı deyil. Yəni bunu sifariş eləməyə dəyməz, çünki mağazalarda daha yaxşı qoxu ilə belə zərli sprey tapmaq olurdu. Yəni o qədər də güclü zəri yoxdur ki, onu boyda Temudan sifariş eləmək üçün. Onu dəyməz yəni. Düz zəri var. Amma o qədər nazikdir ki, o xırda, nazik yox, xırdadır ki, heç görünmür. Halbuki şəkildə belə böyük ölçüdə göstərilir parıltısı, amma o deyil. Nə qədər də spuşkanı qoşsam, çox xırdadır. Spuşka ilə belə çox da yaxından göstərsəm, hə, görünür. Amma belə uzaqdan heç nə də görsənmir. Elə bil heç nə yoxdur. Qoxusu, belə maraqlı qoxusu var. Əslində bunu paltar üçün baxım görüm. Necə bu? Vay. Hə, amma paltarda qəşəngdir. Paltarda görünür. Tam paltar üçündür. Bir dənə yaxından göstərim. Baxın, bu əslində heç o qədər də bədən üçün yox, paltar üçündür. Paltarın üstünə vuranda belə parıldayır. Amma ki o şərtlə ki uzaqdan vurasınız da belə şeylər qalmasın. Hə, paltarda qəşəng görsənir.
Materialda da yəni. Materialda qəşəng görsənir. Bədəndə o qədər də effektli olmadı. Bağlamam bu qədər. Bu təxmini 3-4 manat. 3-4 manat idi bunun qiyməti. Spışkanı söndürsəm belə yenə də parıltısı göstərir. 3-4 manat civarlarında paltar üçün okey. Bir dənə də saçda onu denemək lazımdır. Bir dənə saça da vurun. Tutalım ki bu saçımdır. Eksperiment geçirelim saçımda. Yox, saçda da o deyil. Saçda da çox da yaxşı görsənmədi, amma ki paltarda tam yaxşı görsənir. Saça dəyməz. Hələ ki tərkibini bilmirik. Bəlkə saça vuranda qurudar, eləyər. Saça məsləhət görmürəm. Paltar üçün yaxşıdır. Paltar üçün sifariş eləmək olar. Bu qədər.